Buongiorno amici, salam aleykum dostlar, hər birinizi salamlayıram demək. Bir neçə gün bundan öncə, 1-2 gün bundan öncə rəhmətli Cabir İmanov haqqında, yəni onun ölümü ilə bağlı spekulyasiya edən hər bir kəs haqqında mən bir post yazdım. Həmin postda Böyük Britaniyada yaşayan Qurban Məmmədovu, Molla Qurbanı və Amerika Birləşmiş Ştatlarında yaşayan jurnalist İsmail Zəlilovu ədəblə, ərkanla dəvət elədim ki, yəni siz deyirsiniz ki, rəhmətinizi geri götürürsünüz belə filan. Yəni mən sizin hamınızı sizdən başqa da, yəni kimlər tərbiyəsi, əxlaqı mənim kanalıma uyğun olan hər bir kəs öz kanalıma dəvət edirəm. Gəlin siz də öz argumentlərinizi deyin. Siz nəyə görə rəhmətli Cabir İmanova belə da lənət oxuyursunuz, onu rəhmət yazırsınız, sonra geri götürürsünüz. Və siz tək, mən tək, siz hamınız gəlin. O ki qaldı söyüşlə danışan insanlara, yəni da əxlaqi tərbiyəsi mənim kanalıma parametrlərinə uyğun olmayanlara, onlara da açığam, amma bu şərtlə. Kanalıma yox, onların hər birini Berin şəhərinə dəvət edirəm, yaşadığım Berin şəhərinə. Gəlin Berin şəhərinə 20 nəfər, 30 nəfər, neçə nəfərsizsə mən tək gəlirəm görüşə və mənim argumentim də var, sözüm də var sizə deməyə. Oturaq söhbət eləyək, daviyə filana danışmıram və çünki bilirsiniz nəyə görə? Mənə dəfələrlə olub ki, internet üzərindən təhqir yazan adamlar olub. Mən onlara demişəm ki, üz-üzə mənim gözümə baxıb, mən lasınməmiş olun. Kişiliyi satmaz o söyüşün, birini söyləmək, birini yox, ümumiyyətlə ağılınızdan keçirtməyə. İndi yenə də sözümün üstündə dururam və bəzi yoldaşlar məndən soruşur ki, nəyvə lazımdır, sən nəyə görə də belə müdafiə edirsən? Ona görə müdafiə edirəm ki, dostlar, izah edeyim, məqsədimi izah edeyim. Demək, mən bütün ruslar demişəm, süs vaysaz natelnujizm. Mən nə eləmişəmsə, mən həmişə tək qalmışam. Ən çətin məqamlarda tək olmuşam və bugün Cabir İmanov rəhmətə gedib, onun qardaşı Tahir İmanov. Yenə posta yazmışdım, burada da təkrar edirəm ki, mən o adamlarla nə dostluq, nə yaxınlıq, heç bir münasibətim yoxdur. Mən bircə dəfə onları Moskvada Frunzelski Dvaris Молодежи 2000-ci ildə bizim KVN-çilərimiz çempion olanda biz də orada bir səhnədə oynamışıq, onlarla köməklik eləmişik. Və mən bilirəm ki, bugün ağırdır, çətindir adama. Yəni, ən azından bu adamların mərifəti, qabiliyyəti çatmır ki, insanların kədərinə, faciəsinə hörmətlə yanaşsınlar. 49 yaşında o boyda, dağ boyda qardaşını itirmiş bir adamdır. Bunların övladı var, anası var, bacısı var, xanımı var. Və insanların hissləri ilə niyə oynayırsınız? Sanki Azərbaycanın bütün faciələrini Cabir İmanov eləyib. Sanki Azərbaycanın dezerter prezidenti Əbülfəz Əliyevin yerinə Cabir İmanov olub. Sizin geroyunuz, idolunuz. Və yenə də deyirəm, bazar günü tərbiyəsi, əxlaqı uyğun olanları kanalıma, yerdə qalanında baba bu Berin şəhərinə, Berin şəhərinin düz mərkəzini deyəm, bu dəqiqə Adinoki Volk sizin hamınızı görüşə çağırır. Gəlin üz-üzə oturaq, söhbət eləyək. Siz öz argumentlərinizi danışın, mən də argumentimi danışım. Və bazar günü də Allah qoysa mən canlı efirdə olacağım axşama. Yəni, özünə güvənən kim varsa gəlsin. O ki, qaldı Cabir İmanova, rəhmət yazıb sonra geri götürənlərə. Sizdən fərqli olaraq mən demək istəyirəm ki, mən laçınməmişəm, heç vaxt demişəm, götümü yemişəm, söhbətini eləməmişəm. Mən ona birinci rəhmətə gedən günü də rəhmət oxumuşam. Və bugün də deyirəm Allah rəhmət eləsin. Sonra da ki, Allah Teala oturub sizin rəhmətinizi gözləyir. Ay filan kəs ona rəhmət oxusa mən rəhmət eləyəcəm. Onda əgər sizin təsəvvürünüzdə olan, sizin təqdim elədiyiniz Allah olsa mən onu tanımıram ümumiyyətlə. Nəyin ki inanmıram, tanımıram. Çünki Allah sizi kimi geri zəkalı ola bilməz. Belə işlər dostlar. Yəni İncilvarı qeyri-etik ifadə işlətdim. Ona görə hamınızdan dönə-dön üzr istəyirəm. Amma Erdoğan cənablar demişkən söyləməmdə fayda var. Deməsəm olmur. Görürsünüz onu, İsveçrənin dövlət binası. Bu millət, bu səviyyə ona görə gəlib satıblar ki, bunlarda nə dinlə, nə belə şeylərdən heç kim manipulyasiya eləmir. Bu ölkədə hər kəs öz işi ilə məşğuldur. Gecəniz xeyrə qalsın. Hamıya salam aleykum. Allah Azərbaycanımızı şər qüvvələrdən və belə qeyri-adekvat insanlardan qorusun. Sağ olun.